işdir. Otaqda oynayırdım. Dölgərlik nəsələrini götürmüşdüm bir zad qayrı. Otağın qapısını qapamışdım. Təhcə olmaq istəyirdim. Birdən atamın ayaqlarının səsini eşitdim. Otağa yaxınlaşırdı. Gəlib otağın qapısına çatdı. Yalnız otağa girmədi. Açar yerindən baxdığını düşündüm. Mənim nə edəcəyimi bilmək istəyirdi. Otaqda böyük bir taxta var idi. Boyaq ilə fırçanı götürdüm. Taxtanın üzərində atamın şəklini çəkdim. O şəkildə açar deyişindən baxırdı. Çəkməcəm qutarandan sonra başında yazdım, bu pis işdir. Sonra taxtanı masaya elə dayadım ki, atam onu açar yerindən görə bilsin. Az sonra yenə də atamın ayaq hənirtisini eşitdim. Bu dönəm atam yavaş-yavaş otaqdan uzaqlaşırdı.